Gəlin sizə akselerator indikatorunu sadə izah edim. Təsəvvür edək ki, birja bir maşındır. Maşın bəzən sürətlə, bəzən isə yavaş hərəkət edir. İndikatorda gördüyümüz yaşıl və qırmızı sütunlar qiymətin sürətini bildirir. Yaşıl sütunlar qiymətin sürətlənməsini, qırmızı sütunlar isə qiymətin yavaşlamasını bildirir. Bəs necə istifadə etmək olar? Əgər qiymət artır və sütunlar yaşıldır, deməli qiymətin artımı sürətlənir. Amma qiymət artıq qırmızı sütunlardırsa, deməli qiymətin artması zəifləyir. Eynilə də qiymət düşür, amma sütunlar yaşıldır, deməli qiymətin düşməsi sürətlənir. Lakin qiymət düşür, amma sütunlar qırmızıdırsa, deməli qiymətin düşməsi zəifləyir. Nəticə olaraq akselerator indikatoru bizə bazarda trendin güclənməsini yoxsa zəifləməsini göstərir. Yəni maşın sürətlənir, yoxsa maşının sürəti azalır. Amma qiymət haraya gedir? Qiymət qalxırmı, yoxsa düşürmü? Bunu texniki analiz siqnallarından bilmək olar. Daha çoxunu öyrənmək üçün kurslarımıza yazıla bilərsiniz.